Baxımsızlıq və qanunsuz müdaxilələr ucbatından bir çox yaşıllıq sahələri sıradan çıxır. Ətraf mühitin qorunması üçün salınan ağaclar məhv olduqda isə şəhərin ekoloji müdafiəsi zəifləyir. Bu da iqlim dəyişikliklərinin təsirini daha da artırır və təbiətin bərpasını çətinləşdirir. Təəssüflər olsun ki, Bakı-Sumqayıt yolunun kənarındakı yaşıllıq sahəsi də məhv olub. Bir zamanlar yaşıllığı ilə göz oxşayan Bakı-Quba yolunun sol tərəfindəki bu ərazi indi baxımsız qalıb. Yarı yaşıl, yarı boz bir mənzərəni xatırladır. Ətrafa səpələnən zibillər, quruyan və sınıq ağaclar sanki təbiətin bu ərazidən üz döndərməyə hazırlaşdığını göstərir. Üstəlik buradakı bir neçə ağac da kəsilib. Görsənən odur ki, bu ağaçlara uzun müddətdir heç bir qulluq olunmuyub. Nə suvarılmadan söhbət getmir, nə bu ağaçlara məsələn müxtəlif əhənglər, dərmanlar vurulması gözə çarpmır. Eyni zamanda burada yeni tinklərin, yeni yaşıllıq zolaqlarının salınması gözə dəymir. Zədələnmiş və qurumuş ağaçlar zərər vericilərə, göbələk xəstəliklərinə, bakteriya xəstəliklərinə daha tez tutulur. O orqanizmlər zədələnmiş, qurumuş ağac qalıqlarında, kol qalıqlarında daha çox inkişaf edir və digər sağlam bitkiləri də siyarət edib zədələndirirlər. Yaşıllıq ərazi əsasən şam ağaclarından ibarət idi, amma onlar belə istiyə dözümlü olmasına baxmayaraq məhv olublar. Sadiq Qarayev deyir ki, bunun bir neçə səbəbi var. Bir qrup mütəxəssislər bunu qlobal iqlim dəyişiklikləri, istilərlə deyək ki, əlaqələndirmək istəyir və bir qrup mütəxəssislər isə deməli bu şamların qurumasını zərər vericilərlə izah etməyə çalışırlar. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etdik. Aldığımız cavab belə oldu ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq sahədə bir müddət öncə ağır texnika vasitəsilə qazıntı işlərinin aparıldığı və nəticədə 64 ağacın məhv edildiyi və zədələndiyi müəyyən edilib. Araşdırma zamanı təbiətə 13.700 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub, təbiətə dəymir ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi məqsədi ilə hazırlanır. Asif Məcidov onu da bildirdi ki, idarə əməkdaşlarının təşəbbüsü ilə sözügedən yaşıllıq sahəsində iməclik təşkil olunub. Ərazi tullantılardan təmizlənib. Məhv edilən ağaçların əvəzinə dibçəklərdə yetişdirilən 60-dan çox şam ağacı əkilib. Səbinə Şükürova, Namiq Ağayev, İTV Xəbər.